pensiya yaşına az qalmış işsiz şəxslərin məşğulluq məsələsidir. Nəzərə alsaq ki, həmin vətəndaşlarımızın işlə təminatında müəyyən çətinliklər var, çünki onların pensiya yaşına qısa müddət qaldığı üçün həm xüsusən özəl sektor tərəfindən işə qəbulunda çətinliklər var. Amma eyni zamanda mən təklif edərdim ki, həm də təbii ki, Ombudsman İnstitutu tərəfindən araşdırılması və bu istiqamətə təkliflərin təqdim olunması məqsədə uyğun olardı. Nəzərə alsaq ki, bir sıra ölkələrdə, o cümlədən Dost Qazaxıstanda əmək məcəlləsinin əsasən bütövlükdə pensiya yaşına 2 il qalmış vətəndaşların işə götürən tərəfindən işdən azad edilməsinə imkan verilmir. Və Qazaxıstan əmək məcəlləsinə əsasən pensiya yaşına 2 il qalmış vətəndaşlar, işçilər yalnız ştatlar ləğv olunduqda və ya attestasiyadan keçmədiyi halda işdən azad oluna bilər və işə götürən təşəbbüsü ilə həmin şəxslərin işdən azad olunması qanunla qadağandır. Oxşar praktikanın Azərbaycan tətbiq edilməsi məqsədə uyğun olardı.